Rəsulun balacalıq illərindən danışır, uşaqlıq illərindən danışaq. Sizi çox incidib yoxsa? Yox, heç vaxt incitməyib. Rəsul çox aktiv bir uşaq olub. Demək olar ki, həmişə sağ qolum olub. Hər zaman yanımda arxada ayağım olub. Allah qorusun. Onun uşaqlığı olmayıb ki. Elə yeriməyə başlayandan demək olar ki, çox əməksevər bir uşaq olub. Çox əməksevər babanın yanında böyüyüb. Allah ölənlərə rəhmət eləsin hamıya. Babasını, nənəsini çox sevən bir uşaq idi. Babası ilə elə əməyə alışıb, uşaqlığı, oynamağı, dəcəlliyə vaxtı olmayıb heç vaxt. Rəsul bəy, deyirlər ki, uğur qazanmış insanların keçmişində bir travma olur ki, o travmanın nəticəsində o özünə söz verir və həyatını qurur. Bu həyatda biz əlbəttə həmişə mənəvi o zədələrlə rastlaşırıq. O zədələr bizi zəif eləmir, əksinə güclü eləyir. Mən uşaqlıqdan onu öyrənmişəm ki, uşaqlıqdan zəhmətkeş olmuşam və öz zəhmətimlə həmişə uğur qazanmağı sevmişəm və mənim evdə verilən tərbiyə ondan ibarət olub ki, nə edirsən elə, bizim yanımızda elə. Kənarda eləsən, pis görsənər. Mən də heç vaxt ailəmi utandıracaq bir addım atmamışam və ilk öncə öz ailəmi düşünmüşəm və bu prinsip hələ davam edir. Bu həyatda insan gərək mübariz olsun. Mənim belə bir zədəm yoxdur. Fiziki zədələrim olub idmanla. Onları da bərpa edib yenə dönmüşəm idmana. Ən əsası o mənəvi zədədir. Bəli, mənəvi zədədir. Mən ona zədə kimi baxmıram. Sadəcə nə üçün bu yaranıb, nə tər bunu ötərə bilərəm və öz yolumu davam edə bilərəm. Mən o zədələrə çox vaxt ayırsam, mən inkişafdan geri qalaram. Mən o ağrıları sadəcə o yoluma gedərək sadəcə ağrı məni buraxır. Artıq görür ki, mən ona fikir vermirəm, belə deyək.